2026 elə gəlsin ki, 2025-də yaşadığımız bütün problemlərə gülək. Bir dəyişiklik olsun. Satan-satanın qəlbin qırmasın, satan-satana ilişməsin, kimsə kimisə küsümsəməsin. Elə gözəl gəlsin ki, bütün maddiyatdan əziyyət çəkənlərin evində o maddiyatsızlıq bir də hiss olunmasın. Əsl dostlar, əsl sevgilər, əsl insan kimi insanlar bir-birini tapsın. 25-də tanıdığı insanlara görə heç kim 26-da peşmançılıq hissi yaşamasın. Hamı o qədər sevinsin ki, sevinç göz yaşlarından hönkür-hönkür ağlasın. İşləməkdən, əziyyət çəkməkdən yorulan ayaqlarına hamı öz layiq olduğu zirvəyə qalxsın. Qonşu qonşuya, qohum qohuma, ümumiyyətlə də hamı bir-birinə isinsin bu il. Bütün xəstələrimiz şəfa ilə müjdələnsin. Hamının içində bir ümid var da, həmin o ümidlər 26-da işıq üzü tapsın. Millət olaraq hamı bir-biri ilə mehriban yaşasın və sonda Yaradanımız yaxşıları qorusun, pisləri də hidayət eləsin.